Salam dostlar. Bugün sizinlə hoppanmaq oyunu oynayırıq. Bu oyunu dünən oynamışdım. Prosto videosunu çəkmək yadımdan çıxıbdı. Oyundakı amacımız odur ki, hoppanaraq parkuru keçib oyunu bitirməliyik. Rebirth ataraq buradan sürət hilləri açmaq olur. 3 tane rebirth atsaq 2x sürəti açmaq olur. Mən bir dənə rebirth atmışam deyib 1x 1.5x sürəti açmışam. Oyunda bensinə hoppanaraq yerlər keçərək bundan sonraki yerləri çatmağa çalışırıq. Hələ ki 26 level idi. 26 hoppanmamız var. Görmürəm. Hər təzə yeri satanda onda hoppanmamız təzələnir. Yəni təzədən 26 olur. İndi videomuza keçək. Buralar asandır hələ ki. Buralar hələ ki asandır. Bu oyunu mənə Pərviz demişdi ki, bu oyun qəşəng oyundur. İndi hələ ki bilmirəm, bəlkə Pərviz gəldi, bəlkə gəlmədi. Bu oyunu Pərviz oynayıbdı. Ancaq indi başqa hesabdan gəldi, sıfırdan başlayacaq. Orası pisdir. Normalda Pərviz də mənim səviyyəmdədir. O da 26 leveldir. Eyni kasılmışıq ikimiz də. Pərviz 0-2 bu Pərvizin yan hesabıdır. İndi Pərviz bu hesabda daha çox mənim o maşını çəkdiyim oyunu oynayır. O yan hesabımda. İndi hər şey biz 200 kupa ala bilirik maksimum. Ondan sonra şey keçmək üçün gedib yoxlamışdım. 28 level falan almalıyıq. Pərviz də buradadır. Pərviz uşaqlara salam deyirəm. Buradan ayaqqabılarımızı dəyişdirmək olur. Ən birinci bu ayaqqabı idi. Sonradan bu. Sonradan bu. İndi isə bizim ayaqqabımız budur. Pərvizin hətta bunu ala bilirəm, yox bunu alamıram. Pərvizin indi hələ ki söhbəti bağlıdır deyə, bu yan hesabında söhbəti bağlıdır deyə salam falan verə bilmir. Bu hesabdan indi təzədən başlayıbdı. O birisi hesaba keçə bilsəydi yaxşı olardı. O birisi hesabda başqa telefondadır, ancaq o telefona hələ ki bilmirik. O telefonun zarqası 0 idi deyə hələ ki oynayamırıq onunla. Nəsə yan hesabı ilə gəlibdi. İndi biz hər şey gedək, görək. 2000 kupa yığanda bundan sonra ayaqqabıya keçə bilirik. Gedək görək, indi təzə ayaqqabıya keçmək amacımız odur. Digər amacımız isə odur ki, 200 kupadan sonraki yerə kimi getməyi istəyirəm. Ondan sonraki yerə hələ ki gedəməmişim, amma inşallah gedərəm. Oyun ümumiyyətlə maraqlıdır. Oyunda bu dəqiqə 20.000 nəfər var. Onlayn olan 21.000 nəfər var. Ayda saçıb öldüm Saçıb öldüm, heç olmaz. Arada mən içinə ölürəm, əsəbləşirəm. Saçıb ölürəm də içinə. Bu arada kanala baxanların %68'i, başlı %70'i kanala abunə deyil. Zəhmət olmasa kanala baxıb abunə olmayanlar kanala abunə olsun, videolara like atsın. Yeni video bugün birini atmışam. Biri odur ki taxtalar yığaraq brendlər yığmaqdır. Biri isə indi budur. Short videoları da random atıram. Əlimə nə gəlsə short videosu atıram. Hələ ki bu oyundakı amacım odur ki 30 level alıb rebirth atım. Biraz kasılmaq istəyirəm əslində. Həm kasıb, həm də kupa yığmaq istəyirəm. Hələ ki prosto sizə oyunu göstərmək istirdim. Burada sıralama var. Ən çox speed olan 9.29 qını, 9.2 qını falan var. Bu da bu var. Bizdə hələ K-dır. Ən çox rebirth atan da ki 40 rebirth falan var. Başqa nə var? Baxaq belə. Ən azından Pərviz çəkil oradan bir dənə. Ən az 8 rebirth lazımdır. Burada nə var? Ən çox win. Görün nə qədərdir winlər. Ən çox 53 milyon, ən az 53 milyon lazımdır. Bir dənə oyun var, orada sıralamaya girəcəm hətta. Az qaldı. O oyunu da sizə çəkib göstərirəm. Biraz burada kasılım, kupa qazanım. Ona görə burada videonu dayandırıram. Biraz kasılım, indi gələcəm. Deməli dostlar, biraz kasıldım. 20 level oldum. 2000 də şeyimiz yığıldı. 2000 də winimiz. Bu heç, bunu taxmışıq. 2000'ə bunu alıq. Artıq 20 addım qazanıq. Bu arada burada trailerdən mən
2 qat sürət qazandıranı almışdım. 350 dənə şeyə kupa 5 bu auralar hələ indi görürəm. Dünən başlamışam da oyuna. 500'e bu 1,75 qat kupa kazandıran avran aldım. İndi gedim görüm həmçinin olacaq yoxsa yox. Gedirik indi 27 level almışam. Bir yax 200'den kupa veren yere gedən 200 kupa veren yere getmişdim. Ondan sonra şu yere getmək üçün evə getdim. Bir də dənə də hoppan saydım, ondan sonra yere sata bilərdim. Yəni 28 level olsam bundan sonra şərişimi keçə biləcəm. İndi hər şey gözləyirik də görək. İndi Pərviz bu arada o birisi hesabı ilə gəldi. Telefonu zərf yığdı, indi o birisi hesabı ilə gəldi. Yəni bu oyunda o birisi hesabı ilə adı Rüstəmov olan hesabı ilə gəldi. Yəni orada kasılmışdı. Deyək buradan 200 indi göstər. Bunu indi ekip ya bunu ekip eləyirik. Bunu ekip eləyək indi. Bura indi 200'dür. İndi götürəndə nə qədər gəlir? Ha, de 350 gəldi. Ha, yaxşıdır ki. İndi deməli 20 levelik. Biraz da kasılsaq indi, birazdan artıq bundan sonraki yerim kəsə biləcəyik. Hər ki, belə videonu başlatdım ki, qoy bilin, yəni Auraza daldım. Yeni ayaqqabıya keçdim. Oyun əslində çox maraqlı oyundur. Bunun videosunun davamını çox çəkəcəm. Bunun yeri çox olur yəqin ki. Yəqin ki bunun yeri çoxdur. Bundan sonraki levellər falan çoxdur. Çünki gördüyünüz dənə rebirth atıblar. Adamlar, elə adamlar var ki 40 dənə, 50 dənə rebirth atan adam var idi. Sürəti qığını olan adamlar var idi. Yəqin ki bu oyun çox uzun çəkir. Ona görə bu oyunun bəlkə də 3 dənə, 4 dənə bölümü olacaq. Hər ki mən səni gedirik görək indi. Hər kimi gedə biləcəyik. Deməli gəldik. Burada təzədən 350 kupamızı alaq buradan. 3-cü rebirth atmaq üçün baxım görəm nə qədər istəyir. 30 level istəyir. Burada bunlar var. Bir dənə kaş bunları məsələn bu indi məsələn 2 qat sürət 3 dənə rebirth istəyir. Məsələn 3 qat sürətdəki məsələn 6 dənə rebirth istəsin ya yaxud 5 dənə. Məsələn 9 qat məsələn 9 dənə və 8 dənə rebirth istəsin həmçinin falan. Həmçinin olsaydı yaxşı olardı. Həmçinin bir dənə oyun görmüşdüm mən. Əslində bu 1,5'də kasılmaqdansa Babençinin 1,5'də 600-500 kimi gəldi. 630-500. Amma burada kasanda bence ancaq 630 gəldi. Ya burada 252 falan da gəlir. Burada aslında ya burada elə daha məntiqliymiş. Çox adam burdadır. Pərviz də o bir hesabı ilə gəlib. Rüstəmov 2014 hesabı ilə gəlibdi. İndi kasılaq burada 28 level olub videonu davam elətdirəcəm. Deməli dostlar kasıldım. Burada benzinə videonu şey diyeceksin. Deməli dostlar kasıldım. Deməli dostlar kasıldıq. 28 level oldum. İndi gedirik. Gedək görə indi. Bu arada təzə auraya keçmək istəyirəm. Təzə auramı 850 və 2 qat wing qazandırır. Bunu ekip eləyək. İndi gedək. Görə indi çata biləcəyim ən axırıncı yerə. İnşallah çatarıq. Bu nədir? Free post deyir. Dəqiqə bu nədir belə? Free post. 2 qat speed verir. Bonus 2 dəqiqəlik. Lazım deyil. Biz özümüz kaslarıq. İndi gedək. Görə indi haşim gedə bilirik. İnşallah keçə bilərik həmin yeri. Burada zonaların adları da var. Bura nədir? Thunder Area. İndi buradadır. Ancient Area. Bunun aralarından da türkçə eləyim bunu görək. Burada kasılmaq çox uzun çəkir. Bu qədər uzun gözləmirdim amma aura falan almamı hələ indi alam deyə bir şey daha. Kaş qabaqcadan görüb biləydim auranı. Nəysə dostlar davam edirik.
9, 7, 6, 2, çatdıq. Bəli, 300 zəmis verir. 2 qata da vuranda 600 zəmis qazanırıq buradan. Çox yaxşı oldu bu. İndi buradan bundan sonra şahkamızı nə qədər istəyir? 2500-dən istəyir. Təxminən nə qədər getməliyik ora? Belə baxanda 2-3 dəfə gedəndə bəs eləyir. İndi bir dəfə də gedək. Prosta orada tam tutturmaq lazımdır da. Gedək. Həm bənzən gedəndə indi həm bənzən gedəndə artıq həm sürət də gəlir. Oyun səsini heç videoda açmadım. Açaq şöyle bənzən videoda nəsə görsənir oyun səsi. Biraz açayım belə. Səsi inşallah çox da gəlməz. Hoppamında belə cıqqan belə səs çıxır belə. İyi bildim, öləcəm ama ölmədim. Gedəm indi 200 yerə, sonra da 300 yerə gedəm. 300 yerə gedəndən sonra başı, başa da 31 level istəyir. Yəqin ki, gəldik bana indi bir də yolu gelirik. Özüm biraz aşağı ilə gedirəm ki, biraz sürətli olun. 1, 2, çatdıq. Yenə 600-dən geçsiniz alaq. Amma yox, 2 dənə geçsək, ayda yox, çatmadı. Gedək, biraz daha çox gedir. Şimdi 2 dənə deyib alsaq, oradan nə gəlir? 1200 eləyir. 1500-dən 1200 nə qədər eləyir? 2800. Evet, bəs eləyir də. Bəs eləyir. 2 dənə geçsə bəs eləyir. Hətta əslində bir dənə 200 geri gedək. Bir dənə 200 geri gedək. Ondan sonra 300 geri gedə bilər. Amma lazım deyil də əlavə kupadır da gedir də orada. Gedir gəlsinə də. Niyə gedirsən mistake olubdu? Gəzdiyin indi bir belə baxımdan mistake olubdu. Pərviz önce baxmışcam buranı ayaqlarında. Videomuz 13 dəqiqəyə yaxındır. Bundan sonra da 300 balık yerdə. Ayda kamera kısmında pərviz gedirik. Elə 28 oyunda dedim ki, yakın 28 seviyə olsa çatarıq. Elə 28 seviyə tam bəs eləyir. Gedirik. Ayda baxdığımıza bax, gedik çünki yandıq bir çatdıq da. 200 oldu. Bir tane de oran tutaraq. Belə pərviz orada da buradadır. Burada deyil. Yəqin ki oradan hansı gedir. Burada nə var? Bu nədir? 4.5 gün verən var. Auradır. İkisi də Robux. 115 Robux. Robux'un yoxdur amma neysə də. Pərviz burada yoxdur. Görsən haradadır. Görmüsən nə? 5 milyon sıfır. Globalda sıfır. Pərviz sen oradasın. Pərviz öldü. Gəldik gedir. Qabaqda Gürcistan yanına. Qabaqda gedən Pərvizdir. Deyir orada kanatın gedə bilir. Orada dayandı. Sonra buradan versin gedirik. Orada dayanıq. İnsan sevirəmişik. 9 level yavaş olduk yani. Toplamaq falan da aslında sürət qazanırıq deyə. Üçün ritmi qanmaqdır. Ayda, çaşıqı təmiz etdim. 200 kupadır bundan sonra. Burada da biraz level götürək. Şimdi xəzən girək. 29 level olsaq tam əminliklə bundan sonra 300 kupa verən yerdə rahat gedə biləcəyik. Şimdi burada bəzi bir iki dənə səhv eləsək 300 kupa gedəməyə bilərik. Yəni bir az qaldı düşəcəkdim ki, adanın qırağında o bir dənə daş vardı, orada tutundum. İndi ama rahat gəldik. Bir dənə də biz orada dayanıb az qaldı düşürdük. Yəni götürdük bunda və 2700 kupamız oldu. 2500 kupa verən şeydi götürək. Lavlıdır. Bundan sonra 3 simgət istəyir. Yəni bu qədər kasılmamız bu videoda məncə bəsdir. 15-ci dəqiqə videoda.
Videomuzun sonuna gəldik. Pərviz adını qoysam, Pərviz siyasi. Ben videomu tanımak istemiyorum. Pərviz adlıdır. Buralarda adı qoysun. Neyse, Pərviz tapılmadı. Sağ olun, salamat qalın. Buradakı videomuzun sonuna gəldik. Sağ olun.